pəncərəsi də var, gördüyünüz kimi tramvay panoramlar həyətində baxır. Deməli, şübhəsiz ki dostlar, bu bir zarafat idi. Elə bir plan qurduk ki, axıra qədər izləyib kanalımızı bəyənib abone olasınız. Amma sizə bir dənə gözəl bir həyət evi çıxartmışam ki, super. 3 sotun içində 107 kvadrat, asfalt yol, 190 nömrəli avtobusun yanı, tam təmirli, gəl, köç, şir, yaşa. Qiyməti də 57 min Azərbaycan manatına. Dostlar, bax, qazımızın sayğacı mövcuddur. Görürsünüz. Gəlin bura hələ. İşığımızın sayğacı mövcuddur. Da o qədər yaxın eləmişik. Salmışıq tufarın içinə ki, amandır birdən çıxar gedər ha. Yəni bax bu dərəcədə. Özü də ki, buranın qazı elə belə qaz deyil. Yəni bax bu dəqiqənin özündə qaqaş gəlib yazmağa. Vay yox. Ne var ne yok. Kanalımı bəyənib, abone olaq. Real baxırsan Sultanov istəmə? Baxırsan? Ay sağ ol. Baxın çatır baxma. Dostlar, zarafat bir qırağa. Evin nəyə xoşuma gəldi? 3 sotlu olmağı, bir də ki tam təmirdir. Ev gözəl bir evdir da, yəni düzdür, 20 ilin evidir. Amma abrisor bu olunubdur. Bax bu qabaq hissəsi var ha. Görünür oradan tam. Bax bu qabaq hissəsini artırıb, buranı qəşəng eləmək olan ABC-yə. Bax burada oturdum qəşəng, kebab oturdum, çay içdim. Ləzzətli da, yəni bax belə olmayan kimi. Hüls həyəti bax maşın girir. Darvazadan pulun həyətə maşın girir. Gəlin bura. Gəlin bura. Həyət yanı sonlanmır ha. Həyətimizin bax belə qəşəng, geniş bağça sağ, toyuq düzə saxla. Oradan səfər sağ, toyuğu düzəni aç, nə bilim bax buraları əkin biçin elə. Çöl sanitar qovşağı var, ayaq yolusu var, kənd dədə-baba qaydasında. Yəni necə lazımdır. Su artizan suyudur, qaz sayğacı, işıq sayğacı hamısı yerində. Sənət də qeyd olunub, qiymət də qeyd olunub. Daha nə bilim hər şey qeyd olunub da ekranda görürsünüz dəyərli dostlar. Evə də söz yoxdur ha. Gəlin girək evimizin içinə. Neyək? Girək. Tamam. Tamam. Gəl. Evimiz dostlar əslində yerdən hündürdür ha. Mən sizə burada başa salım. Bax bu tərəflər hündür gəlir, belə aşağıya düşür. Evin özü yeri hündürdür. Burada aşağı düşəndə bakın, buradan ücret daş hündürləşir. Qalxır bax bura kimi. Buradan ücret yavaş-yavaş gəlir düşür bura kimi. Bax belənsə. Amma evin özünə də söz yoxdur da. Gəlin bura. Ya Allah, ya Allah, ya Allah. Ev isti ev, ocaq, peçi qalır, qəşəng gördüyünüz kimi. Qiyməti də münasib qiymətədir. Koridorunda dolablar, şkaflar, hər şey yığa bilərsən. Hüls burada kran kimi yerinə qədər də mövcuddur. Su da boşa bilərsən. Hülsda ki, evimizin çılçıraları ləzzət edir adama. Çox qəşəng evdir. Dostlar, birinci istəyirəm hardan başlayaq? Mətbəxdən. Mətbəxdən yoxsa zaldan? Otaqlardan başlayaq. Başlayaq otaqlardan. Gəlin bura. Evimizin yıxıldığım yer otağı zala. Gördüğünüz gibi dostlar, qəşəng evimizin zalı var. Kvadrat, geniş, iri. Bu qiymətə belə memarda var. Yoxdur. Hamı vermişdir 60'a, 70'a, 65'a, 60'a. Ama biz neçə işləmişik? 57 bin Azərbaycan manatı. Amma cüzi də indirim olacaq. Böyle bir məbləğ fikirləşməz. Çünki ev yərsinə mən elə də dirənmişəm bu evin qiymətinə ki. Elə dirənmişik ki, bu evin qiymətini salmışıq. Evimizin qəşəng sırtırağı, otağı, yataq otağı gelir bura. Dostlar, onu deyə biləsiniz. Televizor yerinə qədər hamısı mövcuddur bu hissədən. Gördüyünüz kimi, televizor yerinə qədər mövcuddur. Qəşəng sırtırağı evdir. 20 ilin oturulmuş evimizdə dostlar, yanımın fərd edər. Yəni bura. Yanımın əgərinizində heç bir material belə yetişmir. Bax, burada da dolab qoya biləcəyiniz, sanitar qoşağı üçün şkafla biləcək. Qoya biləcəyiniz bir yeri var ki, girəndə bura dəsmal, məsmalzat götürmək üçün rahat olsun. Gəlin bura. Bura digər yataq otağımız. Bax, genindən olunan, iri rəngəli, sərgəlidir. Bax, maşını saxla buradadır. Gəl bura, göstərək bilinə, izləyicilərimiz görsün. Bax, maşını saxlamayacaq. Maşını saxla burada. Düz pəncərənin ağzında, maşın dursun burada, gözü babanda, yakın otağından maşına alın. Gəl bura, heç qapıya salma.
Her dəqiqə sal çıxar yox. Məhlə geniş nədir? Qapıdan içən aldığında maşın saxlamaq olur. Hanımlar, evimizin mətbəxi geniş, 2 kristallı, bax üst tərəfdən sılçıraqlı, 2 sılçıraqlı, geniş iri bir mətbəx. Otur, ye, iş, gün, uşaqdır, oynayır, pəncərədən buradan baxırsan desən, Süleyman, girirəm. Bax, belə bir evdir dostlar. Evimizin qaldı nəyi? Sanitər boşadı. Toaletamam, gəlin bura. Toaletamam da çıxılı gəl. Granit mərmər kapil mətbəxlarla hazırlanır. Bir də buranı götürək. Buranı istəyirəm görsünlər. Granit mərmər, yəni necə lazımdır. Hamısı ən keyfiyyətlisindən alınır. Duşdu, normaldır. Yəni daha dəyərli, ucuzlu bir duşdur. Bunlar da Acı xanım da başını da değişdi. Ne oldu? Qapıya geçdi. Ev yok, tanrı sağ olsun, canım bəlkiyir. Yıxıla böyüyərsin. Bu otağı göstərdik. Listrumuz adlıdır, zalını göstərdik. Bir də bu zalı göstərək. Niyə mən çok hoşuma gəldi? Geniş bir zalı. Dostlar, belə bir evə qiymətli, hal-hazırda vallahi belə bir ev yoxdur. Qoşaqlar, sərgəli, təmirli, kürsülü, qazı, işığı, hər şey var. Gedib qazsız, işıqsız evlərə 60 min, 70 min bu saat verənə kimi gəl qardaş, mən səhər 7 minə kula kimi ev verirəm. Allah Allah'ına da, satana da, eləcə də bizə də xeyir versin. Hər kəsdən Allah razı olsun. Sağ olun, var olun.